Azərbaycana qarşı Rusiyada baş verən haqsızlıqlara münasibətiniz necədir? Çox pis. Çox pisdir. Bizdə rusları görsən heç kəs incitmir. Svobodunu gəzirlər də necə lazımdır. Ancaq orada bizim milləti əzirlər. Bu da bizim boşluğumuzdan asıldır. Siz çox boşluq onlara qarşı da belə. Amma onlar öz faşizmindən qalmırlar bizə qarşı. Ona görə də nə etmək lazımdır? Biz də özümüzü göstərməliyik. Biz də özümüzü göstərməliyik ruslara qarşı. Ruslar kim olub? Ömrü boyu əlimizin altında kim olub əsgərlikdə? Kim olub ruslar? İndi qalxırlar bizim milləti əzirlər orada, haqsız yeri döyürlər. 20 yanvar hadisəsi mən şəxsən iştirakçısı olmuşam. Yanvar ayının 17-sindən düz 19-dan keçən gecə, 20-sindən keçən gecəyə kimi mən orada Biləcəkdə tuneli qorumuşuq. Nə qədər yaralılar daşımışıq biz. Mən onların hamısının o vəhşiliklərim, mən burada dəmir yol məktəbində oxuyordum, 2 nömrəlidir. Orada gəldilər, orada bizim başımıza nə qədər oynaşdılar. Mən orada tələbə idim. Bax, buradan avtobusa minib gedirdik Biləcəyə. Həmin gün yanvar ayının 17-sindən yollar kəsilmişdi. Yəni onların vəhşiliyi mən onda da gördüm. Ananın gözünün qabağında oğlun güllələdilər. Şamaxinka deyilən yer var, bax orada. Rus milləti ümumiyyətcə, onun dini bilinməyən millətdir Rus. Milləti bilinməyən millətdir. Yəni onlar ümumiyyətcə yer üzündə özündən sabah heç kəs sevmirlər onlar. Bütün bu ermənilər də bizim üstümüzə qaldıran hamısı ruslardır. Rusdur. Öz siyasətini yeridir həmişə.